Bəli, yaxın bir adamın çəkdiyi əzab vəziyyətlərə layiq olmadığını görəndə insana çox ağır gəlir. Ancaq bu əhvalat bizim üçün nə qədər ağır olsa da Rəcəb haqlı idi. Oktayı mühakimə etmək lazımdır. Sana ne olur? Naxoşlamısan? Ne olur? Bilirsən Səmay, məni təqsirlandırırlar ki, bu şeyləri oğurluqla almışam. Kim təqsirlandırır? Qardaşım, Heç nə başa düşmürəm. sənin yanında günahkaram Səmay. Gərək sənə əvvəlcədən deyəydim. Nəyi deyəydi? Keçən il hələ görülməmiş işlər üçün bir neçə nariyada qol çəkdim. Pul aldım. Ondan sonra yenə də. Oğurluq eləmişsən. Boş şeydir. Özün başa düşürsən, mən səninlə birlikdə firavan yaşamaq istəyirdim. Məgər bunun üçün başqa yol yox idi? Yol uzun idi. Mən kəsmə getdim. Deyirdim ki, qaytararam. Nəyi qaytararsan? Pulları. Əlbəttə qaytarmaq, hamısını qaytarmaq. Sən bil ki, mənə heç bir şey lazım deyil. Günü sabah qaytar. Daha bu bizdən asıl deyil. Rəcəbdən asılıdır. Bu saat gedək onun yanına. Tək get, mənə razılıq vermədin. Dedin ki, qaytarmaq istəyirsən. Dedim, məsələ bunda deyil. Onun məndən zəhləsi gedir. Fikri başqadır, o Mansurla dost idi. Qoy hamı desin ki, öz yeznəsini taksirlandırır. Böyümək istəyir. Əclaf! Bu doğrudur Rəcəb! Doğrudur Səmaya! Niyə vurursan? Rəcəb!